Salam kanalımızın değerli izləyiciləri. Bu dərsimizdə Jupyter Notebook-u Windows 11 əməliyyat sisteminə yükləməyi, əgər hər hansı bir error çıxarsa, o erroru göstərəcəm, necə aradan qaldırmaq lazımdır və həmçinin Jupyter Notebook-u Windows 11 əməliyyat sistemindən silməyi öyrənəcəyik. Baxaq, Windows 11 əməliyyat sistemində Jupyter Notebook-u quraşdırmaq və silmək üçün aşağıdakı addımları izləməliyik. İki əsas üsul var. Baxaq bu üsullar hansılardır? Birinci üsul, pip ilə quraşdırma və silmə. Python artıq quraşdırılıbsa, yəni bunun üçün pip ilə quraşdırma üçün Python artıq kompüterimizə quraşdırılmış olmalıdır. Klaviaturadan Python'ın əvvəlcə sistemdə quraşdırıldığını yoxlamaq üçün Windows və R düymələrini birlikdə basırıq və cmd yazırıq bura. Daha sonra enter düyməsini klikləyirik. Bu şəkildə açdıq və yaxud da klaviaturadan Windows düyməsini klikləyib bura cmd yazıb enter vuraraq aça bilərik. Hər ikisi də eyni nəticəni verir. Windows R düymələrinin kombinasiyasını basaq və cmd yazıb enter klikləyək. CMD ekranımız, baxın bu qara ekran açıldı və burada yazırıq Python, bir simvol boşluq, 2 dənə tire işarəsi, versiyon, enter. Python'ın hal-hazırı bizdəki əməliyyat sistemində quraşdırılmış versiyası görünür. Baxın, Python 3.13.5 versiyası hal-hazırda bizdə Windows 11 əməliyyat sistemində quraşdırılmış vəziyyətdədir. Əgər versiya çıxırsa, deməli Python artıq quraşdırılır. Əgər çıxmırsa, quraşdırmağımız üçün linki buradan yazıb. İkinci addıma baxaq. İkinci addımda Jupyter Notebook-u pip ilə quraşdırmaq. Konsola, yəni cmd və ya PowerShell hansını istifadə ediriksə, biz bu dərs cmd-ni göstəririk. Cmd ekranında, yəni bu qara ekranda aşağıdakı əmri daxil edəcəyik. Pip bir simvol boşluq, install, bir simvol boşluq, notebook və enter klikləyirik. Hal-hazırda məndə Jupyter Notebook quraşdırılmış vəziyyətdədir. Baxın, paketləri yazır ki, artıq quraşdırılıbdır, install olunubdur. Bir öncəki dərsdə bunu quraşdırmışdıq. Necə quraşdırıldığını görmək istəyənlər o dərsə də baxa bilərlər. Demək, pip install notebook yazdıq və Jupyter Notebook-umuzu quraşdırdıq. Addım 3. Jupyter Notebook-u işə sal. Yenə cmd-də bu əmri yazacağıq. Jupyter Notebook. Baxın, Jupyter Notebook-umuzun faylını tapmadı. Belə göstərir. Gəlin bunun üçün birinci Python'ın harada yerləşdiyinə baxaq. Ondan sonra həmin paketi lazım olan yerə daxil edək. Ekranı bağlayaq. Təkrar cmd-ni açırıq və yazırıq Jupyter, enter. Baxın, tapa bilmədik. Yazırıq where Python. Python'ın harada olduğuna baxaq. Baxın, bu yeri, bu hissəni götürürük. Daha sonra məndə kompüterin dili, əməliyyat sisteminin dili rusca olduğu üçün rus dilində yazmalıyam həmin hissəni. Yəni onu
İngiliscəsini yazım göstərim. Bir çoxlarınızda yəqin ki, əməliyyat sisteminin dili ingiliscə olacaq. Yazır edit, Z, system, environment, environment, variables. Baxın, buradan bunun bir hissəsini götürək. Çünki məndə dediyim kimi rus dilindədir. Baxın bu hissə. Edit, Z system, environment variables. Windows düyməsini klikləyirik və burada onu yazırıq. Çıxan bu yeri açırıq və burada environment variables. Bura klikləyirik. Burada baxın, pass. Pass hissəsi var. Onun üzərini 2 dəfə klikləyib açırıq. Baxaq burada. Baxın. Bu linklər var. Hansılar ki, PES-ə daxil edilməlidir, əlavə edilməlidir və yeni new vururuq. Buradan bizə lazım olanı əlavə edə bilərik və yaxud mövcud olanı buradan silə bilərik. Biz yenisini əlavə edəcəyik. Gəlin bu hissəni ki, mən götürdüm. Buranı ki, götürdük. Bu hissədə yazır buranı kopyalayıb Enter-i klikləyirik. Baxın, bura açıldı. Bu Python'ın executable faylıdır. Properties'dən də baxa bilərik. Baxın, exe uzantılı, .exe uzantılı. Və buradan daxil oluruq script-sə. Buranı kopyalayırıq. Daha sonra gəlirik bura. Yeni, bura əlavə edirik. Əlavə etdikdən sonra OK. OK. OK edirik. Və yoxlayaq görək. Jupyter Notebook açılır, yoxsa yox. Gəlin bunu təzədən bağlayaq və CMD-ni yenidən açıb yoxlayaq. Jupyter Notebook-u yenə aça bilmədi, göstərir. Və əlavə etməyimizə baxmayaraq yenidən göstərdi. Bir dənədən götürək bu hissəni, yenidən açaq. Environment variables buranı açırıq. Baxın, bu onsuz da burada var idi. Sinək, yenidən onsuz da əlavə eləməyə ehtiyac yoxdur. Əgər olmasaydı, baxın, olmasaydı əlavə edə bilərdik, etməliydik. Yenə bir yolunu sınayaq. Python tip Jupyter quraşdırma olduğu üçün baxın, bu şəkildə açılacaq. Demək, Python bir simvol boşluq,
-m bir simvol qoşulub notebook yazdıqda Jupyter'i açdıq. Bu şəkildə. Bunu PowerShell-də də açmağı göstərək. Baxın, hansı qovluğun içərisində mən açmaq istəyirəmsə, yəni Python-da yazacağım kodları Jupyter Notebook-dan istifadə edib Python-da yazacağım kodları hansı qovluğun içərisində yadda saxlayacağamsa, ən rahat olsun deyə həmin qovluğun içində gəlirəm, açıram Jupyter Notebook-umu. Mən bu dərsini burada saxlamaq istəyirəm. Bu qovluğun içərisində mouse'un sağ düyməsini klikləyirəm. Open with terminal, terminalını aç, bunu klikləyirəm. Və burada baxın, Jupyter Notebook yazıb Enter kliklədikdə tapa bilmir. Yazırıq Python M Notebook. Bunu açdı, baxın. Və burada biz new edib Python kodlarımızı rahatlıqla burada yaza bilərik. Bu dərs biz Python'ın Jupyter Notebook'un quraşdırılmasını gördük və onun lazımlı yerini, linkini Windows 11-də pəsə necə əlavə etməyi, silməyi öyrəndik. İndi isə gəlin Jupyter Notebook'u silməyi öyrənək. Pip uninstall notebook. Eyni qaydada necə ki pip install notebook etmişdik, eyni qaydada da pip uninstall notebook edirik. Windows düyməsini klikləyək, CMD pəncərəsini açaq. Pip uninstall notebook. Baxın, bu şəkildə də Jupyter Notebook'umuzu Windows 11 əməliyyat sistemimizdən silirik. Silinən baxın, bunlar silindi. Bu fayllar hər biri bu qədər fayl silinmiş oldu. Bağlayırıq. Məsəl üçün, gələk bura. Bu bayaq bitən fayldır, Jupyter'lə açdığımız. Gələk burada Open with terminal yenidən açaq. Və yazaq Python M Notebook. Baxın, əgər açılmasının səbəbi nədir? Pip uninstall notebook etdik, sildik. Əgər Jupyter Lab və digər komponentlərdə varsa, ayrıca sil. Gələk bir də təzədən CMD ekranına.
Bakın uğurla silindi. Bunu bağlayaq. Gəl burada yenidən açmaq istəyək. Python M Notebook. Baxın, artıq açmadı. Artıq Jupyter Notebookumuz silinibdi. Yəni Jupyter Lab-a aid əgər başqa paketlər varsa onu da silək. Baxın, bunlar da silindi. Silinəcək. Təklif eləyir ki, bunlar da silinəcək. İstəyirsən Enter vura. Bəli. Hamısına Enter vurduq. Baxın, uninstalling başa çatdı. Jupyter'in bütün Jupyter Lab'ında bütün failleri hamısı silindi. Ne kadar komponenti varsa hamısı ayrıca silindi. Ve tekrar gelip buradan Publishing'i açsaq, yazsaq Python bakın artıq tapmayacaq, açmayacaq. Python Jupyter Notebook bizdə Windows 11 əməliyyat sistemindən tamamilə silinmiş vəziyyətdədir. Bu dərs deyəcəklərimiz bu qədər. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videolarımız faydalı gəlirsə bəyənməyi, rəylər yazmağı və kanalımıza abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.